Hörmətli izləyicilər, Amarkestdən hər birinizi salamlayırıq. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. Dollar indeksinə nəzər salsaq, bildiyimiz kimi dollar indeksində 15 oktyabrdan etibarən bir aşağı yönlü korreksiya başlamışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması ilə bu 1, 2, 3 gün davam etmiş oldu. Lakin 21 oktyabr tarixində dollar indeksi artıq həmin günün birinci müqavimət səviyyəsini qırdı. Hətta dollar indeksi ikinci müqavimət səviyyəsinin üzərində bağlanmış oldu ki, bu da bazara güclü alıcıların daxil olduğunu göstərdi və artıq bazarda alış yönümlü trend başlayıb və nə qədər ki gün ərzində dollar indeksi bugünün birinci dəstək səviyyəsi olan 98,292 səviyyəsini qırıb onun altına bağlanmazsa, hələlik dollar indeksinin yüksələcəyini söyləyə bilərik. Xüsusilə hörmətli izləyicilər, dollar indeksinin yenidən yüksəlməsinin başlıca səbəbi bu həftə Amerikadan açıqlanacaq inflyasiya göstəriciləridir ki, hansı ki inflyasiyanın 2,9-dan 3,1%-ə yüksələcəyi gözlənilir. Belə olan halda bu da dollar indeksinə müsbət təsir edir və qeyd etdiyimiz kimi dollar indeksi bugünün birinci dəstək səviyyəsinin altına bağlanmazsa, hələlik dollar indeksində yüksəlişi proqnoz edə bilərik. Hörmətli izləyicilər, digər maliyyə aləti avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də 15 oktyabrdan etibarən olan yuxarı yönlü yüksəliş artıq 21 oktyabrda yenidən aşağı yönlü korreksiya ilə əvəz edilmiş oldu və avro-dollar valyuta cütlüyünün həmin günün ikinci dəstək səviyyəsinin altına bağlanması ilə bazarda güclü satış təzyiqinin və yaxud da bazara satıcıların daxil olduğunu göstərir. Dollar indeksi, avro-dollar valyuta cütlüyü nə qədər ki bugünün birinci müqavimət səviyyəsi olan 1,16376 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik avro-dollar valyuta cütlüyündə enişin davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz İngilis funtu dollar GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyündə də 21 oktyabırda valyuta cütlüyünün həmin günün ikinci dəstək səviyyəsinin altına bağlanması texniki analiz nöqteyi nəzərdən funtda satış təzyiqinin olduğunu göstərdi və diqqət etirsəniz bugün də artıq funtda mükəmməl dərəcədə aşağı yönlü güclü bir satış olub. Və nə qədər ki gün ərzində GBP-USD bugünün birinci müqavimət səviyyəsi olan 1,34,031 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz hələlik funt və dollar valyuta cütlüyündə enişin davam edəcəyini söyləyə bilərik. Gün ərzində ən azı 1,32931-ə çatması proqnoz edilir qiymətin. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz qızıldır. Bildiyimiz kimi bir öncəki videomuzda da qeyd etmişdik. Əslində qızılda 17 oktyabr tarixində bir mənada yüksələn trendin başa çatmasına dair bir siqnal formalaşmışdır. Belə ki, qızıl həmin günün birinci dəstək səviyyəsini test etmişdir, lakin onun üzərində bağlamışdı qiymət. Dünən etibarilə, yəni 21 oktyabr tarixi etibarilə qızılda böyük bir eniş oldu və diqqət etirsəniz qızılın qiyməti hətta ikinci müqavimət səviyyəsinin altında bağlanmış oldu həmin günə. Və bugün də qızılda satış təzyiqi davam edir. Bu qızılda aşağı yönlü bir korreksiyadır. Nə qədər ki qızılın qiyməti gün ərzində birinci müqavimət səviyyəsi olan 4306 dollar səviyyəsini qırıb onun üzərinə bağlanmazsa, biz hələlik qızılda aşağı yönlü korreksiyanın davam edəcəyini söyləyə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz S&P 500 indeksinidir. S&P 500 indeksi də əslində 13 oktyabrdan bəri bir mənada range içərisində ticarət olunurdu. Diqqət etirsəniz, dəqiq bir istiqamət yox idi. Lakin 20 oktyabr tarixində S&P 500 indeksi həmin günün birinci müqavimət səviyyəsini qırdı və qiymət həmin səviyyənin üzərində bağlanmış oldu. Bu da yenidən bazara alıcıların daxil olduğunu göstərdi və nə qədər ki S&P 500 indeksi gün ərzində birinci dəstək səviyyəsi olan, yəni bugün üçün 6757 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz hələlik S&P 500 indeksində yuxarı yönlü yüksəlişin şahidi ola bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.